2010-cu ilin yazında Apple əməkdaşı Gray Powell hələ elan olunmamış iPhone 4 prototipini bir barda unudub getdi. Telefonu tapan iki gənc onu Gizmodo nəşrinin redaktoru Jason Chen'ə çatdı. Bu hadisə böyük bir qalmaqala çevrildi. Həm Gizmodo, həm də telefonu tapan şəxslər üçün məhkəmə prosesi başladı və maraqlısı odur ki, həmin smartfonla bağlı son qalmaqal deyildi. Rəsmi təqdimata gəlincə iPhone 4 7 iyun 2010-cu ildə ictimaiyyətə təqdim olundu və məhz bu model iPhone tarixində tamamilə yeni dövrün başlanğıcı olacaqdı. Şəxsi fikrimcə iPhone 4 tarixdəki ən gözəl iPhone-lardan biri idi. Tamamilə şüşə və metaldan hazırlanmış korpusu əlinə alan kimi bahalı və premium bir əşya hissi yaradırdı. Yeri gəlmişkən iPhone 4-ün çıxışı ilə Apple yeni SIM kart formatına, yəni micro SIM-ə keçdi və o an dünyanın yarısı YouTube-dan SIM kartı düzgün kəsməyi öyrəndi. Satışların ilk mərhələsində alıcılara yalnız qara rəng təklif olunurdu. 2011-ci ilin yazında isə xeyli gecikmiş ağ versiyada nəhayət satışa çıxdı. Daxildəki dəyişikliklər isə az deyildi. Birincisi iPhone 4 Apple A4 prosessoru ilə işləyirdi. Bu çip Samsung tərəfindən istehsal olunmuşdu, amma dizaynı Apple-a məxsus idi. Yəni bu öz dizaynlı prosesorla işləyən ilk iPhone idi. İkincisi operativ yaddaş yenidən 2 dəfə artırıldı və 512 MB oldu. Üçüncüsü ekranın ölçüsü dəyişməsə də bu ilk Retina ekranlı iPhone oldu. Piksel sıxlığı o qədər yüksək idi ki, insan gözü artıq ayrı-ayrı nöqtələri seçə bilmirdi. Dördüncüsü sistemə tam funksiyalı multitasking əlavə olundu. iOS artıq bir neçə tətbiqi eyni anda yaddaşda saxlaya bilir, istifadəçi isə onlar arasında sürətlə keçid edə bilirdi. Beşincisi bu model ön kamera ilə çıxan ilk iPhone oldu. Elə bununla birlikdə FaceTime xidməti də ortaya çıxdı və video zənglər mümkün oldu. Əsas kamerada yeniləndi. 5 megapiksellik sensor quraşdırıldı. iPhone tarixində ilk dəfə LED flash əlavə olundu. Video çəkilişin keyfiyyəti isə 480p-dən 720p-yə qaldırıldı. Yəni iPhone 4 sadəcə gözəl görünən bir telefon deyildi. O həm dizayn, həm texnologiya baxımından iPhone anlayışını növbəti səviyyəyə qaldıran model idi.